Salam əziz şagirdlər, bugün sizlərlə Zəkalar Hazırlıq Mərkəzi sınav imtahanı 1 11-ci sinif ədəbiyyat suallarının izahına baxacağıq. 61-ci sualda bizdən qafiyə ilə bağlı yanlış fikir istəyir. Göründüyü kimi səhvi, hədəfi, vaqifi sözləri həm qafiyə sözlərdir və biz bilirik ki, qafiyə şeirdə ahəngdarlığı qüvvətləndirir, şeirin ümumi ahəngini tənzimləyir və tələffüz səs tərkibi etibarilə bir-birinə yaxın olan sözləri həm qafiyə sözləri deyirik və qafiyə formal xarakter daşımır. Cavabımız burada səhv olaraq Y variantı olacaq, çünki həmişə misraların sonunda işlənmir. Daxili qafiyə var ki, daxili qafiyələr misraların ortasında istifadə olunur. Növbəti sualımızda qara hərflərlə verilən sözlərlə bağlı ortaq xüsusiyyət lazımdır. Çarivanımdan, fəğanımdan sözləri göründüyü kimi daxili qafiyələrdir. Dəxil bilməz ifadələri isə rədifdir. Həm daxili qafiyə, həm rədif nəzmin xüsusiyyətləri hesab olunur və şeirdəki ahəngi gücləndirir ifadəsini biz bunlara aid etmirik, çünki şeirdə ahəngdarlığı gücləndirən bədii təsvir ifadə vasitələridir. Şeirin yadda qalmasını asanlaşdırır, bəli, və nəzmin əsas əlamətlərindən biridir. Cavabımız olacaq Y variantı. Daxili qafiyə olmaqda ki, çarivanımdan, fəğanımdan sözlərinə aid olduğu üçün biz onu da ikisinə ortaq xüsusiyyət hesab etmirik. 63-cü sualda yanlış fikirlər lazımdır bizə. Bütün beşliklər müxəmməs janrındadır. Elə yanlış fikir burada A variantı olacaq. Çünki uşaqlar bütün beşliklər müxəmməs janrında hesab olunmur. Müxəmməs əruz vəzninin şeir janrlarından biridir və bəzi məqamlarda aşıq şeir janrlarında da heca vəznində istifadə olunur. Lakin məsələn Azərbaycan şeirini beşlik şəklində olsa belə biz müxəmməs janrı hesab etmirik. Digər variantlardakı fikirlər isə doğru fikirlərdir. 64-cü sualda poema və roman janrlarından bağlı doğru fikirlər istəyir bizdən. İlk nümunəsi fars dilində yazılmışdır. Doğrudur. Töhfətli Raqim poemasıdır ki, Xaqaniya fars dilində yazılmışdır. Vahid şeir xətti mütləq olmalıdır. Bu yanlış fikirdir. Uşaqlar məsələn Zirlə xəzinəsi poemasında 20 hekayət, 20 məqalətdən ibarətdir. Orada vahid şeir xətti yoxdur. Ana dilində yazılan ilk nümunəsi 13-cü əsrə aiddir. Doğru fikirdir. Dastani Əhməd Hərami və Qul Əlinin Qissə Yusif poemalarını buna nümunə çəkə bilərik. Roman haqqında isə nəzm və nəsrlə yazıla bilər. Doğrudur. Mənzum roman, mənsur roman bilirik, iki qrupa ayırırdıq. Baş qəhrəmanın həyatı bütün xırdalıqlarla təsvir edildikdə epopeya adlanır. Yanlış fikirdir. Biz bunu poemaya aid xüsusiyyət hesab edirik, çünki poemada poema əhatəli, məsələn İskəndərnamə poemasında İskəndərin həyatı əhatəli verildiyi üçün biz həmin poemanı roman da adlandıra bilirdik. Gözlənilməz sonluqla bitən hissəsi novella adlanır. Bu da hekayəyə aid olan bir xüsusiyyətdir. Cavab olacaq 1-4 Y variantı. Əsərlərdən birinin ədəbi növü fərqlidir. Mehr və Müştəri, Fərhadnamə, Camicəm poemalardır. Yaralı Şahın dastanında Nizami Gəncəvinin Zirlə xəzinəsi poemasının içərisindən verilən bir hekayətdir. Dördü də epik növün xüsusiyyəti hesab olunur. Bənövşə şeiri isə lirik növdədir və digərlərindən ədəbi növünə görə fərqlənir. Digər sualımıza baxaq. Digər sualda isə Kitab Dədə Qorqud dastanından Uruz bəyin Dustaq olduğu boyla bağlı Uruz və Qazan xan obrazlarının fərqli oxşar xüsusiyyətlərində uyğunluq istəyir bizdən. Bu testdə diqqət etmək lazımdır ki, hər iki xüsusiyyət, hər iki obraz haqqında eyni boydan söhbət gedir. Hər ikisində Uruz bəyin Dustaq olduğu boyla bağlı uyğunluq tapmalıyıq. Özü ilə bağlı dediyi fikir Oğuz elinin başçılarının xoşuna gəlir. Bu ifadə Oğuz elinin yox, atası çox bəyənir Uruzun cavabını, hansı ki, atası Uruza baxıb ağlayanda Uruz cavabında, yəni igidliyi oğul atadan öyrənir, yoxsa ata oğuldan bir ifadə işlətmişdi ki, bəs sən məni nə zaman apardın ox atmağa ki, döyüşə apardın ki, mən də igidliyi öyrənim və bu atası tərəfindən çox bəyənilmişdi və orada Oğuz bəylər söhbəti yox idi. Tapşırılan işlərdən biri də pusuqada durmaq idi. Bəli, bu doğru fikirdir, çünki burada atası ona tapşırır ki, 40 igidini də götür. Yəni bizə göz qulaq ol, həm də gör döyüş necə olur. İkinci fikir doğru fikir kimi götürəcəyik və bir variant olanları variantlardan çıxırıq. Düşmənə əsir düşür. Burada ortaq xüsusiyyət kimi veriblər düşmənə əsir düşməyi. Qazan düşmənə əsir düşmür. Bu Uruza aid olan xüsusiyyət olduğu üçün çərçivənin kənarında yazılmalı idi. Ona görə üçüncü fikri də yanlış götürürük. Düşmənlə döyüşə girir. Bəli, hər ikisi düşmənlə döyüşə girir. Dördüncü fikir doğrudur. Qardaşına yoxsunu danışır. Ümumiyyətlə Uruzun dustaq olduğu boyda yuxu görmə söhbəti yox idi. Ağza qulaq sürməliyə gələrək otaq tikdirir. Bəli, bu da Qazan xana aid olan xüsusiyyətdir. Cavabımız olacaq C variantı. Növbəti suala baxaq. Sual çarəsinin yerinə hansı janr yazıla bilər? Məzmunca 3 yerə bölünür. Dərin mənalı fikirlərdir. Həcmcə yığcam olur. Kövrək doğruları əks etdirir. Bayatının xüsusiyyəti olacaq bu da. Bilirik ki, məzmunca da 3 yerə bölünür və şifahi xalq ədəbiyyatının lirik növünün janrıdır və orada kövrək doğrular əks olunmuşdur yəni. Növbəti sualımız dərsi şagird Əhmədin nağılı ilə bağlı hadisə ardıcılığı istəyir bizdən. Diqqət etsək burada birinci Direnç padşahının 3 at göndərmə birinci hissəyə yazırıq və daha sonra Əhməd şərt qoyur ki, əgər atların sirrini tapsam, Pərxanımda kəbin kəsdirilməsini istəyirəm. 4-2. Daha sonra Şahbaz almaların söhbətində, ən sonuncu alma söhbətində Şahbaz vəzir Allahverdi xana deyir ki, bəs mən Əhmədə qızımı vermərəm, çünki bir dərsi şagirdinə qızımı verib padşahlar içərisində rüsvay olmağı istəmirəm. Ən sonda isə Əhmədlə 40 gün 40 gecə toy söhbətidir. Ona görə də burada cavabımız olacaq Y variantı. Yazılı ədəbiyyatın dramatik növü haqqında fikirlərdən biri yanlışdır. Həyat hadisələri obrazların danışıq hərəkət vəhdəti yolu ilə canlandırılır. Doğrudur. Remarkalar rejissorlara göstəriş, aktyorlara isə səhnədə səsləndirmə üçün nəzərdə tutularaq yazılır. Bu yanlış fikirdir. Çünki səsləndirmə üçün yazılmır. Biz bilirik ki, dramatik növdə olan əsərlərin mətni 2 hissədən ibarət olur. Remarka və personajların danışığı. Remarka aktyor rejissorlar üçün nəzərdə tutulub, səhnə, məkan, yer, zaman, onların ruhi vəziyyəti haqqında məlumat verir. Səsləndirmələri isə remarka yox, monoloq və dialoqlara aid edilir. Yəni ona görə də yanlış variant burada B variantı olur. Monoloq əsərdə yazısının təbliğ etdiyi ideya ilə əlaqədardır. Doğru fikirdir. Məsələn, Gülbaharın monoloqu anam kitabında əsas ideya onun vasitəsilə çatdırılır və yaxud da Oxuyol Kroyun monoloqu. Dram əsərləri səhnə üçün nəzərdə tutulsa da bəziləri səhnə üçün yazılmır. Bəli, Hüseyn Cavidin məsələn Topal Teymur və Peyğəmbər əsərlərini buna nümunə çəkə bilərik. Dram əsərləri həm nəzm, həm də nəsrlə yazıla bilər. Bu da doğru fikirdir. Növbəti suallara baxaq. 70-ci sualda bədii təsvir ifadə vasitələrinin rolunu müəyyənləşdirin deyir. İlk öncə hansı bədii təsvir ifadə vasitələri işlənib, onları tapaq və xüsusiyyətləri uyğunlaşdıraq. Sən dəniz boyunda tullanmış çiçək, üstünə dalğalar atılacaqdı. Saxta məhəbbətin saxta sənət tək nə vaxtsa üstünə tutulacaqdı. Burada dalğaların üstünə atılmağı metafor, saxta məhəbbət epitet, saxta sənət tək bənzətmə olduğuna görə burada təşbehdən istifadə olunmuşdu və variantlara baxaq. Bir anlayışın əvəzinə onunla əlaqəli başqa bir ad işlənərək kişi təsir gücü artırılmışdı. Bu uşaqlar başqa bir adın işlənməsi biz bilirik ki, metonimiyadır. Metonimiyadan da istifadə olunmuyor. Eyni sözün təkrarlanması ilə fikrin təsir gücü qüvvətlendirilir. Təkrirdən istifadə olunmuyor. Bir varlıq özündən daha qüvvətli bir varlığa bənzədilir. Bəli. Fikrin qüvvətləndirmək üçün sözə təyin edici ifadə əlavə edilmişdir. Təyin edici ifadə də epidetin xüsusiyyətidir. Cavab olacaq 3-4. Təşbeh və epidet. Ahəngdarlığı artırmaq üçün söz sırası məqsədi şəkildə pozulub, inversiyadan istifadə olunmamışdır. Hadisənin təsirini artırmaq üçün şişirtmədəki mübaliğədən də istifadə olunmayıb. Əsərlərlə bağlı verilən hansı fikir Həsənoğlunun apardığı könlü məsələlə bağlı ortaq sayıla bilər? Bilirik ki, Həsənoğlunun apardığı könlümü qəzəl janrındadır və Azərbaycan dilində yazılmış ilk nümunələrdəndir. Nəsrətnamə Sofi Qızılbaşı ideyalarının təbliği öz əksini tapmışdı. Uşaqlar 10-cu əsrdə qızılbaşlıq ideyası yox idi. Ona görə bu yanlış fikirdir. Leyla Məcnunun iki gəncin məhəbbətindən danışılır. Nizami Leyla Məcnunun apardığı könlü ilə ümumiyyətlə əlaqəsi yoxdur. Məzmun etibarilə Dastan Əhməd Hərami ana dilində əruz vəznində yazılmışdır. Bunu doğru fikir götürür uşaqlar. Bir epik, bir lirik olsa belə hər ikisi Azərbaycan dilində
vəznindədir və əruz vəznindədir deyə doğru fikir hesab edirik. Yanaram əruz vəznində qəzəl janrındadır. Bunu da doğru fikir götürürük. Çünki aparıcı janrında qəzəl janrındaydı, əruz vəznindədir. Dəhnamə epik növdə məhəbbət mövzusundadır. Bu da yanlışdır. Çünki uşaqlar dəhnamə epik növdədir, lakin qəzəl lirik növün janrı hesab olunur. Cavab A variantı. İskəndərnamə əsəri ilə bağlı yanlış fikirlər lazımdır bizə. İskəndər Rum Yunan alimlərindən elm öyrənir. Doğru fikirdir. Ərəstun, Əflatun, Sokratın yazdıqları namələri İskəndər ehtiyac duyduğu zaman açıq oxuyurdu. Doğrudur. Qeyd edirdi ki, Qara ipək üzərində yazdırmışdı bu namələri. İskəndər Ərəstunun özünə vəzir edəcəyinə ustadına söz verir. Bu da doğru fikirdir. Yəni Qomaşa söz vermişdi. İskəndər taxt atasının vəfatından sonra çıxır, bəli, atasından sonra taxta çıxır. Bu da doğrudur. Beytül Müqəddəsi zalimlərin əlindən qurtara bilmək üçün müqavilə bağlayır. Yanlış fikirdir. Yəni İskəndərin ümumiyyətlə müqaviləyə ehtiyacı yox idi. Cavab olur C variantı. Çağırca həbsxanasındakı hadisələr necə tamamlanır? Alimi axtarırlar və tapa bilmirlər. Alim zınqrovların yerini dəyişir. Şahın adamları başqa ölkənin ərazisində olduqlarını görürlər. Sənətkarı öldürür. Adamlar boş yerə qayıdırlar. Ümumiyyətlə uşaqlar sənətkarı öldürmə söhbəti yox idi. Ən sonluq isə alim zınqrovların yerini dəyişəndən sonra şahın adamları karvanın ardınca gəlir və həmin zınqrovların səsindən bihuş olurlar və özləri də yəni fərqində olmadan başqa bir ölkənin ərazisində olduqlarını görürlər və əliboş geri qayıdırlar. Ona görə cavabımız olacaq Y variantı 3-4. Növbəti sualımız verilən nümunə ilə bağlı doğru fikirlər doğru deyil, fikirlərdən biri doğru deyil. Həyasından qızardı eylətərlər, sana sanki gülər üzüldürdülər. Bu ifadə uşaqlar Dastan Əhməd Tərani paymasındandır və yazıldığı dövrün aparıcı dili ana dili idi. Orta dövr Azərbaycan ədəbiyyatının artıq 1-2-13-cü əsrdə ana dili təşəkkül tapmağa başladı və o dövrdə əsr götürsəydi yazıldığı əsr, o yazıldığı əsrdə ana dili hələ yeni təşəkkül tapırdı. Biz bunu yanlış fikir kimi götürərdik, çünki aparıcı deyildi, hələ yeni yaranırdı. Amma yazıldığı dövr üçün deyirsə, biz bunu doğru fikir kimi götürəcəyik, çünki bizə də yanlış fikir olduğuna görə variantını götürmürük. Çünki orta dövr ədəbiyyatının aparıcı dili Azərbaycan dilidir. Ana dili lirik əsərlərdən bir beytdir. Poema epik növün janrı olduğuna görə ana dilli epik əsər hesab olunur Dastan Əhməd Tərani poeması. Ona görə də cavabımız olacaq B variantı. Əruz vəznindədir. Doğrudur. Yazıldığı janrın ilk nümunəsi İntibah dövrü ədəbiyyatında yazılmışdı. Poema janrından söhbət gedir. Doğrudur. Misallar öz arasında qafiyələnsə də məsnəvi janrında deyil, bəli, məsnəvi şəklindədir. Hər məsnəvi şəklində olan şeirə uşaqlar məsnəvi janrı deyə bilmərik. Janr olaraq poema janrındadır. Növbəti sualımız Nizam Gəncəvinin Sultan Səncər əsərinə bağlı yanlış fikirlərdir. Burada da elə D variantına baxsaq yanlış fikir olaraq şah heyəti hər zaman kömək etməli ifadəsi verilir və qarşısına yazılıb ki, darğa sonda şah tərəfindən cəzalandırılır. Bu yanlışdır, çünki ümumiyyətlə sonda darğa haqqında heç bir məlumat verilməyib. Necə variantlarda baxsaq yəni düzgün ifadələrdir. Fətani yaradıcılığına aid səhv fikri müəyyənləşdirin. Axşam düşür, tez gelin gəlin onda. Qapını ört, tez. Fətani yaradıcılığına aid səhv fikir müəyyən soruşur. Nəsim kimi rivayət qəsiddə toyuq janrlarından istifadə etmişdi. Doğrudur. Epik növün yalnız nəzmdə yazıla bilən janrında əsər var, bəli. Fətani nəsrlə ümumiyyətlə yazmayıb. Epik şeir növlərdə yazıb, amma nəsrlə yazmayıb. Oldu şeiri təbiətlə bağlıdır, doğrudur. Məhəbbət mövzusunda yazdığı əsərlərdə lirik qəhrəman səmimiyyət ilə seçilir. Aha. Şeirlərində həm filosofi, həm sofi görüşlər var. Bu yanlışdır, çünki Nəsimində filosofi görüşləri yox idi. Növbəti sualımız Nəsmin Sığmazam şeiri ilə bağlı klaster istəyir bizdən. Sığmazam şeirində lirik qəhrəman uludur, bəli. İnsanın Allahla eləcə maddi mənəvi aləmdə eyni olması fikrinin əksini tapması əsas müddəalardan idi, bəli, doğrudur. Göy və yer kaftanın hamısı lirik qəhrəmanda tapıldığı fikir əks olunmuşdur, bu da doğrudur. Ərşlə fərşi kafinin məndə bulunduğu cümlə üçün, yəni bu ifadə var idi orada. Lirik qəhrəman qətiyyətsizliyi ilə diqqət cəlb edir, xeyir fikirlərində tam qəti idi. Lirik qəhrəman öz mövqeyini qorxaraq xeyir özünə əmin şəkildə hökm şəklində dilə gətirirdi. Sofi görüşlər əksini tapmışdı. Sofi görüşlər yox, ruhi görüşlər əksini tapmışdı. Cavab olacaq D variantı. Növbəti suallara baxaq uşaqlar. Burada deməli Dəhnamə əsərinə bağlı yanlış fikir istəyir bizdən və Dəhnamə əsərinin məzmun xüsusiyyətlərinə bağlı yanlış fikirlər istəyir. Nəzmlə yazıldığı üçün lirik növdə olan əsərdir. Bu ümumiyyətlə yanlış fikirdir, amma əsərin forma xüsusiyyətinə bağlı yanlış fikirdir. Məzmun yox. Bilirik də əsərin forma xüsusiyyətləri onun nəzəri hissəsinə bağlıdır. Məzmun xüsusiyyətlərdə orada nədən söhbət gedir, onunla bağlıdır. Deməli A variantı yanlışdır. Əruzun Həzəz bəhrində olmaq söhbəti də forma xüsusiyyətlərinə aid olduğu üçün bunda yanlış fikir kimi götürürük. Pərinin özünü ölməsini Sabah aşiqə danışır. Bu doğru fikirdir. Sabah qayıdandan sonra aşiq Sabahın hal-əhvalı tutur və məşuqə haqqında soruşanda Sabah məşuqənin onun başına gətirdiyi oyundan danışır. C variantı da yanlışdır. Doğrudur, daha doğrusu yanlış fikir axtarırıq biz. Bağban Pərinin hüzuruna gələndə kefin əsas olduğunu görür. Bu doğru fikirdir, bəli. O gəlir məşuqənin kefin əsas olduğunu görür. Ondan sonra Sabahın ona məktub gətirdiyini ifadə edir. Aşiq ağacın dibində oturarkən gözünə görünən bir gözəllə vurulur. Bu yanlış fikir uşaqlar. Çünki aşiq ağacın dibində yatır qalır və yatanda o xəyallar aləminə gedir. Xəyallar aləmində buna bu tabe edilir və gözünə bir gözəl qız görsənir. Orada aşiq olur. Yəni realda qızı görmür. Cavab B variantı. 79-cu suala baxaq. Toyuq olduğunu nəzərə alaraq yanlış fikirlər müəyyənləşdirin. Bilirik ki, uşaqlar, toyuq janrı yeganə türk şeir janrıdır ki, əruz vəznindədir. Yazıldığı janr türk şeir janrıdır, doğrudur. Bütün nümunələri eyni bəhrədir. Toyuqlar rəməl bəhrində olur, bəli. Şeir şəkli rübailə eynidir, düzdür, dördlü şəklində olur. Qafiyələnmə quruluşu A-B-A şəklində olur, lakin heca vəznində olduğunu göstərmir bu. Bunu qeyd etdik ki, yeganə türk şeir şəklidir ki, əruz vəznindədir. Nataman qafiyələnmə işləmişdir, bu da doğrudur. Biz bilirik ki, nataman qafiyə nədir uşaqlar? Şeirin bir hecası qafiyələnirsə, biz ona nataman qafiyə deyirik. Burada da yalaq, iraq, bulaq sözlərində ancaq laq hissəsi qafiyələndiyi üçün nataman qafiyə olacaq. Cavab D-bəndə olur. Nümunədə işlənmiş bədii ifadə vasitəsini müəyyənləşdirin. Diqqət edək, bizdən yalnız nə istəyir? Bədii ifadə vasitəsini istəyir. Ona görə təsvir vasitələri olan təşbeh epitet olan variantları ümumiyyətlə çıxırıq variantdan. Baxaq şeirə. Necə məlahətli qəşəngdir səsi, axan saf suların təranəsi bərk. Necə də istəyir doğma nəfəsi, necə böyüdür köksündə ürək. Deməli uşaqlar, bura diqqət eləsək, köksündə ürək necə də böyüdür. Normalda belə olmalı idi. İnversiyadan istifadə olunub 4. Və burada necə də ifadələri misalların əvvəlində təkrar olunduğu üçün biz bunlara da anafora deyəcəyik. Təkrar anafora növü 3-4 cavabımız B variantı olur. 5-6-ya da baxaq. Sinep doxa bilirik ki, metanim yan növüdür, metanimya yoxdur. Burada təzaddan da istifadə olunmayıb. Növbəti sualımıza baxaq. Sual şairəsinin yerinə hansı fikirlər yazılsa, aşıq yaradıcılığı ilə bağlı doğru fikirlər olar. Epik şeir kəsər sayılan janrı var, bəli. Dastan janrıdır ki, biz onu aşıq yaradıcılığına aid edirik. Bütün dastanlar duvaq qapma ilə bitir, yanlışdır. Çünki mənfi sonluqla bitəndə məhəbbət dastanları cahannamə ilə bitir və ikinci fikir yanlış fikir kimi götürürük. Müəllif aşıqlar varsaq da adlanır, doğru fikirdir. Aşıq, yanşaq, ozan, varsaq bu tipli ifadələr istifadə olunmuşdur, yəni aşıqlara aid edirik. Aşıq əsər ifaçı aşıqlardandır, yanlış fikirdir. Yaradıcı aşıqdır. Əks sözü ilə yadda saxlayırdıq. Burada əks olan Əmrah, Kamandar, Saraclı üçü ifaçı aşıqlar idi, yerdə qalan aşıqlar isə yaradıcı aşıqlar idi. Müəllifli ədəbiyyatdır, bəli. Aşıq yaradıcılığının uşaqlar digər şifahi xalq ədəbiyyatı nümunələrindən ilə fərqləndirən xüsusiyyət də onun müəllifinin olmasıdır. Şah İsmayıl qəhrəmanlıq dastanı yanlışdır, çünki məhəbbət dastanıdır və qeyd edeyim ki, orada Şah İsmayıl deyəndə Şah İsmayıl Xətaydan söhbət getmir. Yəni məhəbbət dastanıdır və iki bir-birini sevən gəncdən söhbət gedir. Cavab olur D variantı. Növbəti sualımıza baxaq. Sirəmin qoşxanasına hansı fikir yazılsa, Nizam Gəncəvinin Yaralı Uşağın dastanı əsərinin forma xüsusiyyətlərini tamamlayar. Epik növdədir, nəzmlədir, şeir vahidi beytdir, şeir şəkli ikilidir, doğru fikirlər verilir və biz də doğrunu tapmalıyıq. Yenə də qeyd edirəm, uşaqlar diqqətli olun burada. Bizdən forma xüsusiyyətlərini istəyir. Uşaq yürərkən yıxılır, ayağı qırılır. Bunlar forma deyil, məzmun xüsusiyyətidir. Ayağı qırılan uşaq yenə də burada məzmundan danışır, bunu da götürməyəcəyik. Düşmən uşağı ağıllı qərar verir, bu da doğru fikir amma məzmun xüsusiyyətidir, götürməyəcəyik. Əruz vəznində yazılmış əsərdə doğrudur. C variantı. Məsnəvi janrındadır. Bayaqları qeyd elədim sualların birində. Məsnəvi şəklində yazılan poemalar var ki, uşaqlar biz onu məsnəvi janrı ilə qarışdıra bilmərik. Cavabımız olur C variantı. Növbəti sualımıza baxaq. Elerven diaqramında yanlış olanları müəyyənləşdirin. İntibah dövrü Azərbaycan ədəbiyyatı və orta dövrün müqayisəsi, oxşar fərqli cəhətləri tapmalıyıq. Fars dilində ilk epik nəzm əsəri yazılıb.
Fars dilində ilk epik nəzm əsəri bunu aid edəcək Xaqaninin, yəni fars dili ümumiyyətlə intibah dövrü Azərbaycan ədəbiyyatına aid edir də. Bir doğru fikirdir. Bizə yanlışlar istəyir deyə biri götürmürük. Qəzəl janrı aparıcı idi. Qəzəl janrı ümumiyyətlə qəsidə janrı aparıcı idi uşaqlar intibah dövründə, saray ədəbiyyatı janrı idi. İlk ədəbi növdə əsərlər yazılırdı. Həm epik, həm də lirik növdə əsərlər yazılırdı. Hər ikisində 3 ortaq verildiyi görə üçüncü fikir doğrudur deyə bunu götürməyəcəyik. Mətiyyə aparıcı janrı hesab olunurdu. Hər ikisinə bunu da aid eləməyəcəyik, çünki yenə də deyirəm, bunu intibah dövrünə aid edirdi, yəni qəsidəni. Ana dilində ilk qəzəl yazılır. Orta dövr Azərbaycan ədəbiyyatı üçün doğru fikirdir. Həsənoğlunun qəzəlləri nümunə çəkə bilərik buna. 6 məclisdən ibarət ilk ana dilli epik nəzm əsəri yazılır. Bunu da Dastani Əhməd Həramiyə aid edəcəyik. Bu da doğru fikirdir. Ona görə cavabımız olacaq 2-4. Növbəti suala baxaq. Qazan xan obrazı ilə bağlı klasteri tamamlayın. Salur Qazan evinin yağmalandığı bu əsasında. Qazan xan Qaraca Çoban tərəfindən məzəmmət olunur. Doğrudur. Doğru fikirləri tapmalıyıq. Döyüşdə gözündən yaralanır uşaqlar. Uruzun dustaq olduğu boydadır. Ona görə birinci fikir yanlış fikirdir. Ova getmək təklifini verdiyi ilk olaraq Aruz Qoca razılaşır. Ova getmək təklifini verəndə ilk dəfə Günə oğlu Qarabudaq və Gəlidonda razılaşmışdı. Bu da yanlış fikirdir. Oğuz igidlərindən birini Əmraxur təyin edir. Biz bunu Qaraca Çobana aid edirdik, amma ki Qaraca Çoban Əmraxur bəli çobanların başçısı təyin edir, 3 düzgün kimi götürəcəyik. Uruzun ov zamanı döyüşdən qaçdığını düşünür və ona cəza vermək istəyir. Bu oğlunun dustaq olduğu boydaydı, 4-cü fikri götürmürük. Qardaşını ovub pozmamağı bildirir. Bəli, o deyir ki, bəs mən gedirəm, qayıtsam qayıdaram, qayıtmasam siz öz başınızın çarəsinə baxın. Cavab olacaq 3-5. Növbəti 85-ci suala baxaq. Nizam Gəncəvinin İskəndərnamə əsərindən dar obrazı ilə bağlı doğru fikirlər lazımdır bizə. Təkəbbürlüdür, doğrudur, ədalətsizdir, doğrudur, zalımdır, bəli. Deməli birinci fikir götürəcəyik. Ölkəsində dözülməz vəziyyət yaratmışdı, bəli. Hamı bezmişdi onun zülmündən. İskəndər xərac verir, yanlışdır, çünki İskəndər daya xərac verirdi. Gördüyü işlərlə bağlı Feyləqus həsəd aparır. Feyləqus həsəd aparmırdı. Dara Feyləqus həsəd aparırdı ədalətli olduğu üçün. Makedoniya hökmdarı idi. Bu da yanlışdır. Cavab olacaq 1-2. Növbəti sualımıza baxaq. Müqayisə cədvəli Gəfran Təbrizdə Xaqani Şirvani ilə bağlı doğru, ortaq və fərqli xüsusiyyətlər lazımdır bizə. Lirikasında qəsidələrə də müraciət etmişdi. Bu ortaq xüsusiyyət olmalı uşaqlar Xaqaninin Mədan xarabələr qəsidəsini hər birimiz bilirik. 11-ci əsr saray ədəbiyyatının nümayəndəsidir, doğrudur. Yaradıcılığında saraydan narazılıq özünü göstərir. Bu yanlış fikirdir, çünki saraydan narazılıq hər ikisində var idi. Epik şeirin farsça ilk nümunəsinin müəllifidir. Bu doğru fikirdir uşaqlar, çünki epik şeir deyəndə poemadan söhbət gedir. Bu da ilk poema ədəbiyyatımızda Xaqaniyə aiddir. Divan müəllifidir hər ikisi. Lüğət müəllifidir. Bu da Qətan Təbrizə aiddir. Cavabımız olacaq. Deməli 2-4-5. Uyğunluğu müəyyənləşdirin. Xan oyunları, atalar sözləri, lətvələr, məhrəmlik mərasimləri ilə bağlıdır. Bunlar şəbihlərə aiddir. Bu da ki, xalq tamaşalarının bir növü idi. Heç birinə aid eləməyəcək yanı. Uşaqlarda düzüb qoşmaq, yaratmaq bacarığını formalaşdırır. Deməli, biri aid eləyəcək beyni. Bu janrda sarkazmda mühümmiyyət tutur. Lətvələrə aiddir. Deməli, 3-ə aid elədik. Ceni. Sonra hadisənin yekunu kimi ortaya çıxır. Bu uşaqlar məsələlərin xüsusiyyətidir. Ona görə deyini də heç birinə aid eləməyəcək. Fikir ümumiləşmiş, bitkin şəkildə ifadə olunur. 2-yə də aid eləyəcəyik yeni. Növbəti suala baxaq, uşaqlar situasiya ilə bağlı sualdır. Deməli, burada aşağı dəstəyin bir qoşmasından istifadə olunub və qoşma ilə bağlı suallara baxaq. Günqar hərfləri verilən bəndəki bədii ifadə vasitələrini müəyyənləşdirin deyir. Burada fərqləndirilmiş hissədə işlənmiş bədii ifadə vasitəsi. Əslində biz orada adı yazılmamalıdır, boş buraxılmalıdır, adını yazmalıydıq. Futat yazılan sualın cavabı da qeyd olunur. Fərqləndirilmiş bənddə yoxsa unudubsan ət peymanı. Burada deməli unudubsan xəbəri əvvələ keçdiyi üçün inversiyadan istifadə olunmuşdu. Digər misralarımızda da deyil məzmunu yada salmazmı, keçən günlər heç yadına gəlməzmi? Burada da bədii sualdan istifadə olunmuşdu, çünki cavab tələb etmir. 89-cu sual mətnin məzmununu müəyyənləşdirin. Şeir məhəbbət ayrılıq mövzusundadır, məhəbbət ayrılıq həsrət mövzusundadır. Mətnin janrını müəyyən edin, qoşma janrındadır, çünki saysaq qafiyə quruluşu A, B, C, B kimi qafiyələnir. Hər misrada 11 heca var. Ən sonda da Ələsgər möhür bənddə öz adını qeyd etmişdi. Bu qədər.